Salam əziz müəllimlər, müdavimlər və abituriyentlər, xoş gördük hər birinizi. Sizlər üçün bugün izah edəcəyim mövzu sadə cümlənin şəxsə görə növləridir. Ümumiyyətlə, sintaksdə şəxs dedikdə mübtədə nəzərdə tutulur və cümlənin şəxsə görə növləri də mübtədənin olması və ya onun təsəvvür olunması dərəcəsinə görə müəyyənləşir. Sadə cümlənin şəxsə görə növləri bunlardır. Xəbər əsasında formalaşanlar və mübtədə əsasında formalaşanlar. Yəni, şəxsə görə cümlənin növləri iki qrupa bölünür. Xəbər əsasında formalaşan cümlələr, mübtədə əsasında formalaşan cümlə. Xəbər əsasında formalaşan sadə cümlənin növləri isə müəyyən, qeyri-müəyyən, ümumi şəxsli və şəxsi cümlələrdir. Mübtədə əsasında formalaşan isə yalnız bir dənədir, o da adlıq cümlədir. İndi isə xəbər əsasında formalaşan müəyyən, qeyri-müəyyən, ümumi şəxsli və şəxsi cümlə, daha sonra isə mübtədə əsasında formalaşan adlıq cümlə haqqında ətraflı məlumat verəcəm. Birinci başlayaq müəyyən şəxsi cümlə. Məhz müəyyən şəxsi cümlə nədir? Əgər cümlədə mübtədə və xəbər varsa və yaxud mübtədə olmasa belə, xəbəri birinci, ikinci, üçüncü şəxsin təkində, birinci, ikinci şəxsin cəmindədirsə, mübtədəsi bərpa olunursa, bu müəyyən şəxsi cümlədir. Məsələn, həyat mübarizədir. Mübarizədir. Nə? Həyat. Burada mübtədə və xəbər var. Yəni, istənilən bir cümlədə mübtədə və xəbər varsa, bu cümlə götürüləcəkdir, müəyyən şəxsi cümlə. Akşin dərs əlaçısıdır. Dərs əlaçısıdır. Kim? Akşin. Burada da mübtədə və xəbər var, deməli bu müəyyən şəxsi cümlədir. Müəyyən şəxsin cümlələrin bəzən bir qismində mübtədə olmur, lakin xəbərdəki şəxs sonluğuna əsasən onu bərpa etmək olur. Belə ki, birinci, ikinci, üçüncü şəxsin təkində və birinci, ikinci şəxsin cəmində onların mübtədəsini bərpa etmək olur. Dərsdən evə qayıdırdım. Qayıdırdım. Birinci şəxsin təkindədir. Kim qayıdırdı? Mən. Mən dərsdən evə gec qayıdırdım. Evə qayıdırdım. Burada mən mübtədəsini bərpa edə bilərik. Və burada dərsdən evə qayıdırdım cümləsində mübtədə gizlənib, yəni mübtədə olmasa da özümüzdən bərpa edə bilirik. Cümlənin xəbəri birinci şəxsin təkindədir. Bu sayılacaq yenə də müəyyən şəxsli cümlə. Daha sonra, mənə bir stəkan çay gətirdi. Nə etdi? Gətirdi. Üçüncü şəxsin təkindədir xəbər. Görürük ki, cümlədə mübtədə yoxdur, amma bərpa edə bilirik. Mənə bir stəkan çay gətirdi. Kim gətirdi? O. Gətirən odur. Yəni, burada da mübtədə yoxdur, lakin üçüncü şəxsin təkindədir və biz burada mübtədəni ona bərpa edə bilirik. Ona görə də dərsdən evə qayıdırdım, mənə bir stəkan çay gətir cümlələri də mübtədəsi buraxılsa belə müəyyən şəxsi cümlə sayılır. Daha sonra müəyyən şəxsi cümlələr ikinci dərəcəli üzvlərin iştirakı baxımından müxtəsər və geniş ola bilər. Müxtəsər cümlə odur ki, orada sadəcə mübtədə və xəbər iştirak edir və yaxud da sadəcə xəbər iştirak edir. Yəni, baş üzvlər olursa, bu müxtəsər cümlə sayılır. Məsələn, Muxtar getdi. Getdi. Kim? Muxtar. Burada yalnız mübtədə və xəbər var, ikinci dərəcəli üzvü yoxdur. Ona görə bu cümlə müxtəsər cümlə sayılır. Lakin biz səhər rayona gedəcəyik. Nə edəcəyik? Gedəcəyik. Nə vaxt, nə zaman? Səhər. Kim gedəcək? Biz. Haraya? Rayona. Burada isə mübtədə xəbərdən əlavə, yəni biz və gedəcəyik, burada biz mübtədə, gedəcək xəbərdir. Baş üzvlərdən əlavə ikinci dərəcəli üzvlər olan zərflik də var burada. Səhər və rayona. Burada da ikinci dərəcəli üzvdə iştirak etdiyinə görə deyirik ki, geniş cümlədir. Yəni ikinci dərəcəli üzv olanda geniş, yalnız baş üzvlər olanda isə müxtəsər cümlə sayılır. Bu oldu müəyyən şəxsi cümlə. Son olaraq müəyyən şəxsli cümlə haqqında bir də ümumiləşdirmə edim ki, istənilən bir cümlədə mübtədə və xəbər varsa, deməli bu müəyyən şəxsi cümlədir. Yox, əgər cümlədə mübtədə yoxdur, xəbərə baxırsınız. Xəbər birinci, ikinci, üçüncü şəxsin təkində, birinci və ikinci şəxsin cəmindədirsə və siz ona mübtədəni bərpa edərək onu müəyyən şəxsi cümləyə çevirə bilərsiniz. İndi digər cümlələr haqqında, elə qeyri-müəyyən şəxsi cümlə, eləcə də ümumi şəxsi cümlə haqqında danışdıqda qeyd edəcəm ki, yəni istənilən bir cümlədə şəxslərə görə biz istədiyimiz cümləni də müəyyən şəxsi cümləyə çevirə bilmirik. Yəni, nə olsun ki, orada mübtədə yoxdur, xəbər üçüncü şəxsin təkindədir, yaxud da ikinci təkindədir. Yəni, bəzən bunları bərpa etmək olmur. Amma yadda saxlayın ki, birinci, ikinci şəxsin təkində, birinci, ikinci şəxsin cəmində olarsa və siz ona mən, sən, o, biz, sizi bərpa edə bilirsinizsə, bunlar müəyyən şəxsli cümlədir. Və ümumilikdə əgər xəbər birinci şəxsin təkindədirsə, məsələn deyirəm, gəlirəm, burada gəlirəm, mən gəlirəm. Bu müəyyən şəxsi cümlədir.
Sonra gəlirsən, sən gəlirsən, yenə müəyyən şəxsi cümlədir, mübtədəni bərpa edə bilirik. Gəlir, o gəlir, mübtədəni bərpa edə bilirik. Gəlirik, biz gəlirik. Gəlirsiniz, siz gəlirsiniz. Bunlarda hər biri, yazdığım cümlələrin hər biri müəyyən şəxsi cümlələrdir. Mübtədəsi yoxdur, lakin bərpa edə bilirik. Lakin gəlirlər yazsaq, bu cümlə müəyyən şəxsi cümlə sayılmayacaq. Çünki əgər xəbər üçün şəxsin cəmində olarsa və mübtədə yoxdursa, biz buna mübtədə özümüzdən bərpa edib bunu müəyyən şəxsi cümləyə çevirə bilmərik. Yəni, xəbər üçüncü şəxsin cəmindədirsə, mübtədə yoxdursa, ona müəyyən şəxsi cümlə deyə bilməzsiniz. İndi isə onunla əlaqəli olan elə qeyri-müəyyən şəxsi cümlədən danışaq. Qeyri-müəyyən şəxsi cümlədə hərəkət və hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirən cümlələrə məhz qeyri-müəyyən şəxsi cümlələr deyilir. Qeyri-müəyyən şəxsi cümlədə xəbər əsasında formalaşan cümlələrdən biridir. Burada mübtədə olmur. Belə cümlənin xəbəri yalnız üçüncü şəxsin cəmində olur. Qeyri-müəyyən şəxsi cümləni tapmağın açar məqamı siz cümlənin xəbərini üçüncü şəxsin cəmində axtaracaqsınız. Və orada hadisələr, görülən iş müəyyən bir qrupa aid ediləcək, hamıya aid edilməyəcəkdir. Məsələn, yarış keçirirlər. Nə edirdilər? Keçirirdilər. Nəyi keçirirdilər? Yarışı. Burada yarış mübtədə yox, tamamlıqdır, qeyri-müəyyən təsir iki haldadır. Amma kimin keçirdiyi dəqiq deyil. Yəni, kimlər keçirdiyi dəqiq deyil. Müəyyən bir qrup və ya müəyyən bir şəxslər keçirir. Ona görə də yarış keçirirdilər cümləsi olacaq qeyri-müəyyən şəxsi cümlə. Yəni, bunun üçün də görürük ki, burada larlər var. Yəni, üçüncü şəxsin cəmindədir xəbər, mübtədə yoxdur və hamıya yox, müəyyən bir qrupa aid edildiyi üçün götürüləcəkdir qeyri-müəyyən şəxsli cümlə. Belə cümlələrdə iş icra edən dedik ki, əsasən bir qrup şəxsdən ibarət olur. Lakin onlar qeyri-müəyyən olur. Həmin cümlələrdə diqqət etmək, yəni diqqəti cəlb edən iş icra edən deyil, işin özüdür. Qeyri-müəyyən şəxsi cümlələrdə çox vaxt sanki, elə bil, güya, güya ki, deyəsən modal sözlərindən də istifadə olunur. Məsələn, elə bil onu çağırırdılar. Sanki məni axtarırdılar. Güya heç nəyi bilmirdilər. Bu tip cümlələr də qeyri-müəyyən şəxsi cümlələr olur. Çağırırdılar, kimi, onu, elə bil burada deməli, bənzətmə müqayisə bildirən modal sözdür və bu cümlədə mübtədə yoxdur, xəbər üçün cəmində olduğu üçün bərpa da edə bilmərik və müəyyən bir şəxslər bizi, kimsə bizi çağıra bilər, müəyyən bir qrup bizi çağıra bilər, hamı bizi çağırmır ki, ona görə bu cümlə qeyri-müəyyən şəxsi cümlə olur. Daha sonra qeyri-müəyyən şəxsi cümlələr də geniş də ola bilər, müxtəsər də ola bilər. Yəni, ikinci dərəcəli üzvlərin iştirakı ilə də olan cümlə ola bilər. Eyni zamanda müxtəsər, sadəcə xəbərdən ibarət ola bilən cümlə ola bilər. Məsələn, oxuyurdular. Burada xəbər üçüncü şəxsin cəmindədir, mübtədə yoxdur, təbii ki, bərpa edə bilmərik və bu cümlə yalnız baş üzvü olan xəbərdən ibarət olduğu üçün bu müxtəsər cümlə sayılır. İmtahana hazırlaşırdılar. Nə edirdilər? Hazırlaşırdılar. Nəyə? İmtahana. Və bu cümlədə də geniş cümlə sayılacaqdır. Çünki burada ikinci dərəcəli üzv var. İmtahana tamamlıqdır. Və burada da müəyyən bir qrup hazırlaşır da. Hamı imtahana hazırlaşmır ki. Və bu sayılacaqdır qeyri-müəyyən şəxsi cümlə və geniş cümlə. Qeyd olaraq yadda saxlayın ki, əgər cümlənin xəbəri üçün şəxsin cəmindədirsə, mütləq qeyri-müəyyən şəxslidir cümlə fikri yazılsa, burada yanlış fikirdir. Çünki ola bilər ki, o cümlədə mübtədə ola bilər, ya da ki, xəbər üçün şəxsin cəmində ola bilər, mübtədə olmaz, amma hadisələr hamıya aid olduğu üçün ümumi şəxsi cümlə götürürlər. İndi biraz sonra ümumi şəxsi cümlədən danışanda daha ətraflı deyəcəm o haqda. Yəni, istənilən xəbərin görsəz ki, xəbər üçün şəxsin cəmindədir, onu tez gedib qeyri-müəyyən şəxsi cümlə götürməyin. Cümləni təhlil edin, sonra baxın, əgər qeyri-müəyyən şəxsi cümlədirsə, o zaman cavab götürə bilərsiniz. Uşaqlar evə getdilər. Nə etdilər? Getdilər. Kim uşaqlar? Artıq bu cümlədə, baxmayaraq ki, xəbər üçün şəxsin cəmindədir, burada uşaqlar mübtədəsi olduğu üçün bu cümlə sayılacaqdır müəyyən şəxsi cümlə. Bunu artıq siz qeyri-müəyyən şəxsi cümlə deyə bilməzsiniz. Buradan əgər uşaqlar sözünü silsək, mübtədə olaraq uşaqlar sözünü silsək, eləcə olsa ki, evə getdilər, bu zaman olacaqdır artıq bu qeyri-müəyyən şəxsi cümlə. Amma uşaqlar sözü burada olduğu zaman bu qeyri-müəyyən yox, müəyyən şəxsi cümlə kimi götürüləcək. Daha sonra danışaq ümumi şəxsi cümlədən. Ümumi şəxslidə isə hərəkət və hökmün hamıya aid olduğunu bildirən sadə cümlələrə ümumi şəxsi cümlə deyilir. Ümumi şəxsi cümlələr xəbər əsasında formalaşır, mübtədə əsasında formalaşmır və burada mübtədə olmur. Ümumiyyətlə, xəbər əsasında formalaşanlardan bircə dənə müəyyən şəxsi cümlədə
mübtədə əsasında, yəni orada mübtədə formaları, yəni mübtədə olur, yaxud yoxdur bərpa edə bilirik. Yerdə qalan cümlənin növlərində, yəni sadə cümlənin növlərində ümumi şəxsli, qeyri-müəyyən şəxsli və şəxsi cümlədə mübtədəni bərpa edə bilmərik. Şəxsi cümlədə ümumiyyətlə bərpa etmək belə mümkün deyil, amma ümumi şəxslidə, yəni şəxsizdə daha doğrusu, ümumi şəxslidə və qeyri-müəyyən şəxslidə isə bərpa edə bilmərik. Ümumi şəxsi cümlələr əsasən atalar sözləri, məsəllər, aforizmlər, yəni bunlardan ibarət olur və bu cümlələrlə ifadə olunan hərəkət, hökm hamıya aid olur burada. Məsələn, dostu dar gündə sınayırlar, nə edirlər, sınayırlar, kimi dostu. Bu cümlədə xəbər üçün şəxsin cəmindədir və bu cümlədə mübtədə yoxdur. Xəbər üçün cəmində olur, mübtədəsi yoxdur. Hadisələr də hamıya aid olduğu üçün bu sayılır ümumi şəxsi cümlə. Ümumi şəxsi cümlədə də diqqət edəcəyiniz məqam odur ki, xəbər ya üçüncü şəxsin cəmində olacaqdır, ya da ikinci şəxsin təkində olacaqdır. Və bu tip cümlələrdə təbii ki, mübtədə olmayacaqdır. Hadisələr isə bir qrupa yox, hamıya aid ediləcəkdir. Məsələn, dostu dar gündə sınayırlar. Bu hamıya aiddir, atalar sözüdür və bu ümumi şəxsi cümlə sayılır. Ümumi şəxsi cümlələr də daha çox geniş cümlə olur, amma mürəkkəb tərkibində müxtəsər ümumi şəxsi cümlə kimi də işlənə bilir. Yəni, mürəkkəb cümlənin tərkibində ümumi şəxsi cümlə müxtəsər də ola bilir. Məsələn, oxuyarsan, adam olarsan. Oxuyarsan, adam olarsan. Oxuyarsan, burada olacaqdır ümumi şəxsli cümlə. Bütün atalar sözləri və məsəllər də ümumi şəxsi cümlədə fikri yanlışdır. Elə ola bilər ki, atalar sözü və ya məsəl də ümumi şəxsi cümlə deyil. Məsələn, igid ölər adı qalar, ölər kim igid, qalar nə qalar adı. Baxdığımız kimi, yəni burada igid ölər adı qalar atalar sözüdür. Lakin bu cümlənin hər xəbəriniz mübtədəsi olduğu üçün bu artıq müəyyən şəxsi cümlə sayılır. Ümumi şəxsi cümlə sayılmır. Sonra atılan daş topuğa dəyər. Dəyər, nə dəyər? Daş. Burada da daş mübtədə, dəyər xəbərdir və bu cümlədə də mübtədə xəbər olduğu üçün bu da müəyyən şəxsi cümlə sayılır. Artıq biz buna ümumi şəxsi cümlə deyə bilmərik. Daha sonra qeyri-müəyyən şəxsi cümlə ilə ümumi şəxsi cümləni də qarışdırmaq olmaz. Belə ki, qeyri-müəyyən şəxsi cümlədə hadisələr müəyyən bir qrupa, ümumi şəxslidə isə hamıya aid olur. Nümunə olaraq bir neçə cümlə yaza bilərik. Məsələn, deyirəm ki, kəndə gedirlər. Kəndə gedirlər. Nə edirlər? Gedirlər. Haraya? Kəndə. Bu cümlə xəbər üçün şəxsin cəmindədir, mübtədəsi yoxdur və fikirlərsək görərik ki, hamı kəndə getmir ki, müəyyən bir şəxs, müəyyən bir qrup, kimlərsə kəndə gedir də, hamı kəndə getmir ki. Ona görə bu cümlə qeyri-müəyyən şəxsli cümlə sayılır. Bir də digər bir nümunə yaza bilərik. Cücəni payızda sayarlar. Cücəni payızda sayarlar. Cücəni payızda sayarlar. Burada da xəbər üçün şəxsin cəmindədir. Sayarlar. Mübtədə yoxdur. Və burada isə hadisələr müəyyən bir qrupa yox, hamıya aiddir. Atalar sözü və məsəllərdə əgər xəbər üçün şəxsin cəmindədirsə, təbii ki, atalar sözü və məsəllər bir nəfər üçün yox, hamı üçün nəzərdə tutulubdur və hikmətamiz ifadələrdir. Ona görə də bu artıq sayılacaq ümumi şəxsli cümlə. Daha sonra qaçanı qovmazlar. Bu da ümumi şəxsi cümlə sayılır. Bir də ikinci şəxsin təkində də az öncə qeyd etdim ki, ümumi şəxsi cümlənin xəbəri ikinci şəxsin təkində də ola bilər. Məsələn, deyirəm ki, Sabir küçəsində çoxlu turistə rast gəlirsən. Xəbər burada ikinci şəxsin təkindədir. Bir də yazıram ki, imtahana gedirsən. Bir də digər cümləni yazaq. İmtahana gedirsən. Sən gedirsən. 3 dənə cümlə yazdıq. Hər üçündə xəbər ikinci şəxsin təkindədir. İndi isə gəlin cümlələri müqayisə eləyək. Birinci cümlədə Sabir küçəsində çoxlu turistə rast gəlirsən. Xəbər ikinci şəxsin təkindədir və nə edirsən, rast gəlirsən, kimə, turistə, harada, Sabir küçəsində, nə qədər turistə, çoxlu. Gördüyümüz kimi cümlədə mübtədə yoxdur. Xəbər ikinci şəxsin təkindədir. Fikirləşsək taparıq ki,
Burada hadisələr müəyyən bir qrupa yox, burada hamıya aid edilir. Əgər Sabir küçəsində turist varsa, siz də getsəz görəcəksiniz, mən də getsəm görəcəm. Kim getsə orada turisti görəcəkdir. Yaxud Xəzər dənizində çoxlu balığa rast gəlirsən. Əgər orada balıq varsa, siz də, mən də, kim getsə orada balığa rast gəlmiş olacaqdır. Yəni ona görə də bu cümlə götürüləcəkdir ümumi şəxsli cümlə. Yəni birinci cümləmiz olacaq ümumi şəxsli cümlə. İkinciyə baxaq. İmtahana gedirsən. Nə edirsən? Gedirsən. Burada kim gedir? Sən gedirsən. Burada özümüzdən bərpa edə bilirik. Sən imtahana gedirsən. Özümüzdən, yəni hamı imtahana getmir ki, 2 yaşında uşaq, 3 yaşında uşaq, yaxud da ki 80 yaşında adam imtahana getmir ki. Sən imtahana gedirsən. Özümüzdən səni bərpa edə bilirik. Hamı imtahana getmir. Sən gedirsən imtahana. Ona görə də burada bir nəfər getdiyinə görə bu artıq sayılacaqdır müəyyən şəxsi cümlə. Yəni burada biz səni bərpa edərək buna deyirik müəyyən şəxsi cümlədir. Bir də sən gedirsən, nə edirsən, gedirsən, kimsən. Heç burada da mübtədə xəbər olduğu üçün artıq bu cümlədə sayılacaqdır müəyyən şəxsli cümlə. İndi isə baxaq şəxsi cümlə ilə bağlı məqamlara. Şəxsi cümlədə də xəbər üçün şəxsin təkində olacaqdır. Baxaq, şəxsi cümlə ümumiyyətlə nədir? Mübtədəsi olmayan, təsəvvür olunması da qeyri-mümkün olan sadə cümlələr şəxsi cümlə adlanır. Şəxsi cümlələrdə xəbər əsasında formalaşan cümlədir və burada mübtədə olmur. Eyni zamanda mübtədəni bərpa etmək mümkün deyil. Xəbər isə üçüncü şəxsin təkində olur və şəxsi cümlələrin xəbərlər ifadə vasitəsinə görə iki cür olur. Var ismi xəbərli şəxsi cümlə, bir də feili xəbərli şəxsi cümlə. İsmi xəbərli şəxsi cümlələrə məsələn deyə bilərik səhərdir, qış axşamı idi, baharın ilk günlərindən biridir. Baharın günləri üçüncü növ söz birləşməsi olduğu üçün baharın günlərindən biri. Hamısı birlikdə bir xəbər götürülür, təhlil zamanı parçalanmır. İsti yay günlərindən biridir, yay günlərindən biridir. Hansı yay günlərinin isti? Bu vaxtdır, sadəcə xəbərdən ibarətdir. Gördüyümüz kimi bu ismi xəbərli şəxsi cümlələrdir. Mübtədə yoxdur, təbii ki, bərpa edə bilmirik. Burada əgər fikirlərsəz ki, xəbər üçün təkindədir, onu bərpa edək. Onu bərpa etsək, bu zaman o təyin funksiyasında çıxış etmiş olacaq. O qış axşamı idi. Hansı qış axşamı? Burada təyin funksiyasına bərpa edə bilərsiniz. Mübtədə kimi bərpa etmək mümkün deyil. Daha sonra feili xəbərli şəxsi cümlələrə baxaq. Bu cümlələr də bir qayda olaraq iki cür olur. Belə ki, xəbəri şəxssiz feillərlə ifadə olunan şəxsi cümlələr, bir də xəbəri frazoloji birləşmələrlə ifadə olunan şəxsi cümlələr. Feili xəbərləri, yəni xəbərləri feilin şəxssiz növü ilə ifadə olunan cümlələrə baxaq. Sənədlərə baxıldı. Nə etdi? Baxıldı. Nəyə? Sənədlərə. Baxıldı burada şəxssiz növ feildir və bu cümlə şəxssiz cümlədir. Dağa yürüş edildi. Yürüş edildi. Haraya? Dağa. Görürsünüz, mübtədə yoxdur, bərpa edə bilmirik. Bərpa edə biləcəyimiz, onu fikirləşirsiniz ki, o dağa yürüş edildi. Artıq onu bərpa etsəz, orada təyin funksiyasına bərpa etmiş olursunuz. Mübtədə kimi cümləyə daxil etmək mümkün deyil. Toxunulmadı. Nəyə? Məsələyə. Harada? Nədə iclasda? Hansı iclasda bu? Daha doğrusu hansı məsələyə? Bu məsələyə. Burada da toxunulmadı şəxssiz növ feildir və bu cümlə də şəxssiz cümlədir. Frazoloji birləşmələrlə ifadə olunan şəxsi cümlələrlə bağlı nümunəyə baxaq. Mənim ona yazığım gəlir. Yazığım gəlmək frazoloji birləşmədir. Mənim yazığım da üçüncü növ olduğu üçün bu cümlədə təhlil zamanı ayrılmır. Mənim ona yazığım gəlir, hamısı birlikdə xəbər götürülür. Cümlədə mübtədə yoxdur, bərpa edə bilmirik, xəbər üçün təkindədir və bu götürülür şəxssiz cümlə. Daha sonra müəllimin onun cavabından xoşu gəldi. Xoşu gəlmək frazoloji birləşmədir, təhlil zamanı ayrılmır. Müəllimin xoşu üçüncü növdür deyə parçalanmır. Hamısı birlikdə xəbər gedir. Müəllimin onun cavabından xoşu gəldi. Burada hamısı birlikdə təhlilə cəlb olunur və bu da şəxsi cümlə götürülür. Ona rəhmin gəlir. Rəhmin gəlmək, rəhmi gəlmək frazoloji birləşmədir. Rəhmin gəlir. Kimə? Ona. Burada da frazoloji birləşmənin ifadə olunubdur xəbər və xəbər üçün şəxsin təkindədir. Mübtədə yoxdur. Təbii ki, bərpa edə bilmirik və bu cümlədə olur. Bu cümlədə olur şəxsi cümlə. Nəyi qarışdırmayın? Əgər dedik ki, xəbər üçün şəxsin təkində olacaqdır. Üçüncü şəxsin təkində. Bir dənə müəyyən şəxsi cümləyə aid nümunə yazım.
Məsələn, yazaq ki, evə getdi. Bir də məsələyə baxıldı. Məsələyə baxıldı. Baxsaq görərik ki, hər iki cümlənin xəbəri üçüncü şəxsin təkindədir. Hər ikisində mübtədə yoxdur. Getdi. Kim getdi? O. Görürsünüz, onu özümüzdən bərpa edə bilirik. Ona görə bu müəyyən şəxsi cümlədir. Yoxdur, amma özümüzdən bərpa edə bilirik onu. Hər ikisi üçüncü şəxsin təkindədir. Amma şəxsizlə müəyyənin fərqi ondadır ki, o mübtədəsini bərpa edə bilirsiniz. Amma məsələyə baxıldı. Baxıldı. Nəyə? Məsələyə. Artıq burada o mübtədəsini bərpa edə bilmirsiniz. Yenə fikirləşsəz ki, hə, cümləyə onu bərpa edə bilirik. Bərpa etsəz də, burada onu mübtədə kimi yox, təyin kimi bərpa edə bilirsiniz. Baxıldı nəyə? Məsələyə, hansı məsələyə? O məsələyə. Burada o təyin kimi daxil olur. Mübtədə kimi cümləyə daxil ola bilmir və ümumiyyətlə bu cümləyə mübtədə bərpa etmək mümkün deyil. Ona görə bu cümlə sayılacaq. Məsələyə baxıldı, şəxsi cümlə. O evə getdi. Evə getdisə müəyyən şəxsi. Yəni biz orada mübtədəni bərpa edə bilirik. Daha sonra sonuncu olaraq mübtədə əsasında formalaşan cümlənin növü olan adlıq cümləyə baxaq. Qeyd etdiyimiz kimi xəbər əsasında formalaşan cümlələr müəyyən, qeyri-müəyyən, şəxssiz və deməli ümumi şəxsi cümlə idi. Mübtədə əsasında formalaşan cümlədə isə artıq bu cümlədə xəbər olmur. Yəni əşyanın, hadisənin adı çəkilməklə onun mövcudluğu haqqında məlumat verən sadə cümlə adlıq cümlə adlanır. Bu cümlənin xəbəri olmur, onlar mübtədə əsasında formalaşır. Və adlıq cümlələr yazılı ədəbi dildə, bədii əsərlərdə, xüsusən dram əsərlərinin remarkalarında, publisistik əsərlərdə istifadə olunur. Məsələn, Qarabağ, Şuşa qalası, Cıdır düzü, At çapan igidlər, Bakı şəhəri, Vaqifin evi, Kür çayının şırıltısı, bu tip cümlələr sayılacaqdır adlıq cümlələr. Yəni bu cümlədə siz mübtədə görəcəksiniz ki, eyni zamanda ikinci dərəcəli üzvlər görəcəksiniz. Lakin bu cümlədə xəbər olmayacaq. Yəni dediyimiz kimi xəbər əsasına formalaşan cümlə olmadığı üçün bu cümlədə xəbər olmayacaqdır. Yalnız mübtədə və eləcə ikinci dərəcəli üzvlərdən ibarət ola bilər. Bu da müxtəsər və geniş ola bilir. Yalnız mübtədədən ibarət olacaqsa, bu zaman sayılacaqdır müxtəsər cümlə, müxtəsər. Mübtədə ilə yanaşı, yəni həm mübtədə olacaq, eyni zamanda ikinci dərəcəli üzvlər də olduqda, ikinci dərəcəli üzvlər təyin, tamamlıq, zərflik olacaqsa, o zaman sayılacaqdır geniş cümlə. Ümumiyyətlə, istər mübtədə, istərsə də xəbər əsasında formalaşan cümlələrin hər biri həm geniş, həm də müxtəsər ola bilir. Bunda müxtəsər və genişliyi haqqında məlumat vermişdim. Yenidən təkrar edim ki, sadəcə baş üzvlərdən ibarət olan cümlə müxtəsər, baş üzvlərlə yanaşı ikinci dərəcəli üzvlərdən də ibarət olan cümlə isə geniş cümlə sayılır. Mövzumuz bu qədər. Yəni bugünkü mövzumuz şəxsə görə cümlənin növləri idi. Bir də ümumiləşmiş təkrar edim ki, şəxsə görə cümlənin növləri iki əsasda formalaşır. Mübtədə əsasında, bir də xəbər əsasında. Mübtədə əsasında formalaşan cümlə adlıq cümlədir ki, orada xəbər olmur. Ya mübtədə, eyni zamanda ikinci dərəcəli üzvlər əsasında olur. Yəni o cümlədə xəbər olmur. Vaqifin evi, Şuşa qalası, Cıdır düzü, Xan sarayı, Kür çayının şırıltısı və s. Xəbər əsasında formalaşan cümlədə isə mütləq ki, xəbər olur və bunlar 4 yerə bölünür. Müəyyən, qeyri-müəyyən, ümumi və şəxsi cümlə. Müəyyən şəxsi cümlə odur ki, istənilən bir cümlədə mübtədə və xəbər varsa, bu cümlə müəyyən şəxsi cümlədir. Siz onun ümumi məzmununa yox, sadəcə təhlilinə baxırsınız. Bir cümlədə mübtədə və xəbər varsa, bu cümlə müəyyən şəxsi götürülür. Bir də ola bilər ki, cümlədə mübtədə yoxdur, xəbər 1-in 2-in 3-ün təkində, 1-in 2-in cəmindədir və siz ona mübtədəni bərpa edə bilirsinizsə, bu olacaqdır müəyyən şəxsi cümlə. Və bir məsələni qarışdırmayın ki, ümumi şəxsi cümlədə də xəbər 2-in təkində ola bilir, ümumidə də 2-in təkində ola bilir. Orada isə artıq sən mübtədəsini bərpa etmək yox, orada məqama, yəni mənaya fikir vermək lazımdır. Hadisələr hamıya aid edilirsə, artıq o ümumi şəxsi cümlədir. Məsələn, sən deyək ki, küçəyə çıxırsan, sən yox, küçəyə çıxırsan, yaxud da ki, evə gedirsən, burada bu, sən evə gedirsən, bu olacaq müəyyən şəxsi cümlə, lakin Sabir küçəsinə çoxlu turistlər rast gəlirsən, bu isə ümumi şəxsi cümlə götürüləcəkdir. Eyni zamanda qeyri-müəyyən şəxsi cümlə, əgər xəbər üçüncü şəxsin cəmindədirsə, mübtədəsi yoxdursa, bu zaman artıq hadisələr müəyyən bir qrupa aid edilirsə, bu qeyri-müəyyən şəxsi cümlə olacaq.
Əgər xəbər üçün cəmində olsa, mübtədə olsa, müəyyən şəxsi cümlə olacaq. Xəbər üçün cəmində və yaxud ikinin təkindədirsə, hadisələr mübtədə yoxdur, hadisələr hamıya aid edilirsə, ümumi şəxsi cümlə götürüləcək. Şəxsi cümlədə isə xəbər üçün təkində olacaq, mübtədə olmayacaq və mübtədəni bərpa etmək belə mümkün olmayacaqdırsa, bu şəxsi cümlədir. Şəxsizlə də müəyyəni qarışdırmayın. Əgər cümlədə xəbər üçün şəxsin təkindədirsə, orada mübtədə yoxdur, bərpa edə bilirsənsə, bu zaman müəyyən şəxsi cümlədir. Yox, mübtədə yoxdur, ümumiyyətlə bərpa etmək belə mümkün deyilsə, bu cümlə olacaq şəxsi cümlə. Belə, əziz müəllimlər, müdavimlər və abituriyentlər, mövzumuzun izahı bu qədər. Nəsə qaranlıq qalsa, deyərsiz, həmin hissəni yenidən izah edərəm.